Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salam alə seyyidina Muhammedin və alə alihi və səhbə əcməin əmə bəd. Esselamu aleykum və rəhmətullahi və barakatuh. Küfür və şirk əhlinə qarşı ədavət və düşmənçilik. Şəriəti inşallah bu haqda baxışını zikr edəcəm. Allah izin. Küfür və şirk əhlinə qarşı ədavət və düşmənçiliyin aparılmasına gəldikdə isə bu məsələnin şəriətin məqsədi olduğunu bilməlisən. Bil ki, bütün nöqsanlardan münezzəh olan Allah Subhanahu taala bunu ən vacib məsələlərdən etmiş və bunun vacibliyi üzərində qətiyyətlə durmuşdur. Müşrik və kafir ilə dostluq etməyi küfür elan etmiş. Bu məsələdə çox şiddətli hökmlər qoymuşdur. Hətta Allahın kitabına nəzər salan tövhid və şirkdən sonra bundan daha aydın dəlillərlə bəyan edilmiş və daha çox sayıda bir hökm tapa bilməzsən. Uca Allah buyurur: onlara yer üzərində fitnə fəsad törətməyin deyildiği zaman biz sadəcə islah edirdik deyirlər. Bəqərə surəsi 11-ci ayə. İndi isə bu ayə barədə bəzi təfsirlərin sözlərinə nəzər salaq. İbn Cərir Ət-Təbər rahimehullah bu ayənin təfsirində buyurur: münafiqlər günahlarının səbəbi ilə yer üzündə fitnə fəsad törədirlər. Onlar Allahın onlara vacib və haram etdiyi şeyləri məhəl qoymazlar və Allahın dinində şübhələrə düşərlər. Halbuki Uca Allah öz dinində gərginliyi tələb edir. Bunların işləri sadəcə möminləri yalancı saymaq, heç vaxt möminləri də müşahidə olmayan sifətləri onlara yapışdıraraq onları gözdən salmağa çalışmaqdır. Bu fəsadçılar Allahı və onun Rəsulunun kitabını yalan sayanlara isə kömək edərək imkan tapan kimi Allahın dostlarına qarşı hərəkətə başlayırlar. Şeyxin kəlamının sonu İbn Kəsir rahmanullah isə sözü gedən ayə barədə bunları deyir. Bu söylənlərə çox gözəl kəlmələrdir. Həqiqətən də yer üzərində fitnə fəsad törətmək məhz möminlərin kafirlər ilə dostluq etmələridir. Necə ki, bu barədə Uca Allah buyurur: həqiqətən kafirlər bir-birlərini dostdurdular. Əgər siz bunu onlarla dostluğu etsəniz, yer üzərində böyük fitnə baş verir. Təbarani rahimehullah təfsiri. Uca Allah bu ayədə açıq aydın kafirlərlə möminlər arasında dostluğun qəti olaraq kəsilməsinə əmr etmişdir. Necə ki, başqa bir ayədə bunu açıq şəkildə dəlildir. Ey iman edənlər! Möminləri qoyub kafirlərlə özünüzə dost tutmayın. Yoxsa bunu edərək Allaha öz əleyhinizə bir dəlilmi vermək istəyirsiniz? Və məhz bu səbəbdən də Allah bu ayədə buyurur: onlar yer üzərində fitnə fəsad törətməyin deyildiyi zaman biz sadəcə islah edirdik deyirlər. Yəni biz hər iki firqənin arasına girərək kafirlərlə möminlər arasında duraraq onları aralarını düzəldirdik deyirlər. Məsələn, dinlər arasında dialoq. Uca Allah belələri haqqında buyurur: əsl fəsad törədənlər məhz onların özləridir. Lakin bunu anlamazlar. Yəni sizin zənn etdiyiniz və həyata keçirdiyiniz o islah əsl fəsadın özüdür. Lakin cahilliyiniz ucbatından bunun fəsad olduğunu anlamırsınız. İbn Kəsirin kəlamının sonu. Allaha and olsun ki, bütün bu söylənlərin hamısı bugün müşahidə edirik. Bu kəlmələrin əhlini də görməkdəyik. Onlara siz bu şər və fəsad əhlini ilə oturmağa məcbur edən nədir deyildiyində, biz bunları öz halımızı və dünya işlərimizi düzəltmək, dinimizi onların əli ilə əldə etmək və onların yanında bir mövqe sahibi olmaq üçün edirik. Onlardan bəziləri isə o kafirlərlə yaxınlıq edən və onlara əlaqə quran, onları ilə oturduran, onlardan özlərini dost edən, onlardan razılıq edən görərsən. Bunun səbəbini onlardan soruşduqda isə öz dilləri ilə başımıza onlar tərəfindən bir pisliyin gəlməsindən qorxuruq deyirlər. Allahın məhz belələri üçün hökmü budur.
Əsl fəsad törədənlər məhz onların özləridir, lakin bunlar anlamazlar. Daha sonra Allah digər ayələrdə belələrini xitab edərək buyurur: Münafiqləri alçaldıcı və ağrıdıcı bir əzabla müjdələ. O kəslər ki, möminləri qoyub kafirləri özünə dost tuturlar. Yoxsa onlar kafirlərin yanında izzətmi axtarırlar? Onlar bilsinlər ki, izzət bütünlüklə Allaha aiddir. Sizləri izləyib güdənlər, əgər siz Allahdan bir zəfər gələrsə, biz də sizinlə bərabər deyildikmi deyirlər. Yox, əksinə kafirlərin bir nəsibə olarsa, sizi məğlub edib döyüşdə sizi öldürmələrinə mane olub möminləri qorxutmadığımı deyərlər. Bilin ki, Allah qiyamət günü aranızda hökm verəcəkdir. Və Allah kafirləri və möminləri üstələyəcək bir yol heç vaxt nəsib etməz. Şübhəsiz ki, münafiqlər Allahı hiylə işlətməyə səy göstərərlər. Allah da o hilələri onlara döndərər. Elə ki, onlar namaza qalxarlar, bunu tənbəlliklə edərlər, özlərini insanlara göstərərlər, Allahı çox az zikr edərlər. Onlar bu iki qrupun arasında dolaşıb dayanarlar. Nə bunlardan, möminlərdən, nə də onlardan, kafirlərdən. Sən Allahın azdığı kəsdən heç bir nicat yolu tapa bilməzsən. Ey iman edənlər, möminlər qoyub kafirləri özünüzə dost tutmayın. Yoxsa bunu edərək Allaha öz əleyhinizə bir dəlil vermək istəyirsiniz? İbn Kəsir rahimehullah bu ayələrdə barədə buyurur. Sonra Allah onları möminləri qoyub kafirlər özünə dost tutanları kimi vəsf etmişdir. O baxımdan ki, onlar kafirlər ilə həqiqi mənada bir yerdədirlər. Belə ki, onlar kafirlər ilə xəlvətdə çəkilərək onlara deyirlər, həqiqətən də biz sizlər ilə bərabərik. Biz onları sadəcə istehza edirik. Yəni, İslamı izhar etməyimizi və müsəlmanlarla oturub durmağımızı hamısı istehzadan başqa bir şey deyildir. Uca Allah bütün söylənilən və tutulan yolları inkar edərək buyurur: Münafiqlər, onların kafirlərin yanında izzət, qüvvət və şərəf, vəzifə axtarırlar. Və sonra izzətin bütünlüklə Allaha məxsus olduğunu heç bir şəriki olmayan Allah özü bizə xəbər verir. Hər kim izzət istəyirsə bilsin ki, izzət bütünlüklə Allaha məxsusdur. Halbuki izzət yalnız Allaha, onun rəsuluna və möminlərə aiddir. Lakin münafiqlər bunu bilməzlər. Münafiqun surəsi 8-ci ayə. Bütün bunların məqsədi Allahdan qeyrisinə izzət tələb etməyin mümkünsüz olmasını bildirməkdir. Və bu izzət yalnız uca Allahın onun ilahlığını vəsilə tutaraq ibadət etməklə və onun mömin qullarının arasında yer almaqla qazanmağın mümkünlüyünü bizlərə çatdırmaqdadır. Çünki məhz o kəslər həm dünyada, həm axirətdə həyatında yardım olunur. İbn Kəsirin kəlamının sonu. Mən isə deyirəm, əgər kafirləri dost tutmaq münafiqlərin əməllərindən sayılırsa, bu sadalaların bu əməli küfr olması və ondan çəkinməyə vacib olması üçün yetərincə tutarlı dəlillərdir. Uca Allah buyurur: Möminlər iman edənləri qoyub kafirləri özünə dost tutmasınlar. Kim bunu edərsə, Allahın nəzdində onun heç bir şey yoxdur. Allah bu ayədə möminlərə kafirləri özlərini dost tutmağı qadağan edərək buyurur: Sizlərdən kim bunu edərsə, yəni kim kafirlə dostluq edərsə, Allahın nəzdində heç bir şey yoxdur. İbn Kəsir rahimehullah, yəni artıq Allah ondan, o da Allahdan bəridir, üz döndərmişdir. Və bu şiddətli bir hədələmə və qətiyyətli bir əzabın bəyan olunmasıdır. Bütün bunlar tövhidi və İslamın qorunması üçündür. Uca Allah buyurur: Sən onlardan çoxunun kafirlərlə dostluq etdiklərini görərsən. Nəfslərini onları üçün hazırladığı şey necə də pisdir. Allah qəzəbi onların üzərindədir və onlar heç bir zaman bitməyən bir əzab içərisindədir. Əgər onlar Allaha, onun rəsuluna və nazil olan iman etsəydilər, onları kafirlər özünü dost tutmazdılar. Lakin onların çoxu fasiqdilər.
Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur, Uca Allah özünə və Rəsuluna nazil olan iman etməyin şərtini kafirlərlə dostluq edilməməsini bağlayır. Kafirlərlə dostluq etmək isə imansızlıq adlandırılmalıdır. Çünki imanın varlığı onun tələblərindən asılıdır. Tələblər şərtləri yoxdursa, bu imanda olmamasına dəlildir. Şeyxülislamın kəlməsinin sonu. Mən isə deyirəm, Uca Allah kafirlərlə dostluq edən şəxsi onun qəzəbinə düçar olacağını, həmçinin əbədi olaraq əzab içərisində qalacağını bildirmişdir. Və kafirlərlə dostluq etməyin yalnız imanı olmayan bir insanda hadis olacağını bizlərə xəbər vermişdir. Halbuki Allah kitablara və rəsullara iman edənlər kafirlərlə əsla dostluq etməzlər. Əksinə onlara qarşı daima ədavət və düşmənçilik edirlər. Necə ki bunu Uca Allah İbrahim onunla rəsullarının dininin olduğu bizlərə bildirilmişdir. Və inşallah bütün bunları bəyan olmasına çalışacaq. Uca Allah buyurur, Ey iman edənlər, Yahudi və Xristianlara özünüzdə dost tutmayın. Onlar bir-birlərinin dostudur. Sizlərdən hər kim onları özünə dost edərsə, o da onlardandır. Həqiqətən də Allah zalim bir qövmə hidayət etməz. Qəlblərində xəstəlik olanlar onlardan bizə bir zərər gəlməsindən qorxur deyərək kafirlərə tərəf meyl etdiklərini görərsən. Bəs Allah bir fəth və ya öz nəzdində bir əmr nazil edərsə, qəlbindəki gizləndiklərinə görə peşman olsalar, nə edəcəklər? Maide surəsi 51-2. Uca Allah möminlərə, yahudilərə və xristianlara dostluq etməyin qadağan edərək, onlar ilə dostluq edən kəsin onların bir olduğunu bildirmişdir. Yəni bir yahudi ilə dostluq edən, yahudi və bir xristian ilə dostluq edən kəs xristian və yahudi hesab edilir. İbn Əbu Hatim, Muhammed İbn Sirindən, o da Abdullah İbn Uteybinə belə rəvayət etdiyini deyir. Biz onu bu ayəyə qəsd etdiyini anladıq. Ey iman edənlər, Yahudi və xristianlara özünüzdə dost tutmayın. Onlar bir-birlərinin dostudurlar. Sizlərdən hər kim onları dost edərsə, o da onlardandır. Həqiqətən də Allah zalim bir qövmə hidayət yönəltməz. Həmçinin də istər türk olsun, istər əcəmi, istər ərəb olsun, hər kim kafirlə özünü dost tutarsa, kafir müşrikləri dost tutarsa müşrik olmuşdur. İstər bunlar əhli kitabdan olsun və ya olmasın. Bunun fərqi yoxdur. Sonra Uca Allah qəlblərində xəstəlik olanları, yəni dində şəkkə və şübhəyə düşənləri bu sözlər ilə küfrə düşmələrini bizlərə xəbər verir. Onlardan bizə bir zərər gəlməsindən qorxur. Yəni onlara kafirlərə dostluq etmələrinin küfr olduğunu bildirən kimi onların dövlətlərini və gələcəkdə bizim üzərimizə hücum edərək malımızı almalarından və bizi diyarlarımızdan çıxarmalarından qorxur deyirlər. Məhz bu onların Allah haqqında Allah Subhanahu möminlərini qorumayacağı deyə pis zənn etməsinin nəticəsidir. Necə ki Uca Allah Subhanahu buyurur, Allah haqqında pis zəndə olanların etdikləri zənləri öz başlarına gəlsin. Allahın qəzəbi və lənəti onların üzərinə olsun. Onlar üçün hazırlanan yer cəhənnəmdir. Ora necə pis məkandır. Təfsir İbn Kəsir. Bu və bunun kimi sahabələrdən Allah onları haqqında buyurur. Bəs Allah bir fəthi və ya öz nəzdində bir əmri nazil edərsə, qəlblərindəki gizləndiklərinə görə peşman olsalar nə edəcəklər? Maide surəsi 51. Ayədəki kəlməsinin mənası, yəni Allah tərəfindən fəth gəlməsi vacib olar deməkdir. Bizlər bu fəthi nəsib edərək zənləri pis olanları rəzil edən Allah həmd olsun. Uca Allah buyurur, ey iman edənlər, sizdən və kitab verilənlərdən dininizdə istehza və onu oyuncaq hesab edən kafirlərə dost tutmayın. Əgər möminsünüzsə Allahdan qorxun. Maide surəsi 57. Allah-u Teala bu ayədə əhli kitabla və digər kafirlərlə dostluq etməyin qadağan edərək
onlarla dostluq edən kəsin imansız olduğunu bəyan etmişdi. Ey iman edənlər! Küfrü imandan daha çox sevənləri atalarınız, qardaşlarınız belə olsa əsla dost tutmayın. Sizlərdən kim belə edərsə əsl zalimlər elə onlardır. De ki, əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz ticarətiniz, bəyəndiyiniz evləriniz sizə Allahdan, onun Rəsulundan, Allah yolunda cihad etməkdən daha mı xoşdur? O zaman Allahın əmri gələnə qədər gözləyin. Allah fasik bir qövmü heç vaxt hidayət yönəltməz. Tövbə surəsi 23 ayə. Bax, gör, Allah səni rəhm etsin. Uca Allah möminin ən yaxın olan 2 nəfəri, atası qardaşını, dinləri iman, tövhid üzərində olmadığına görə onlarla dostluq etməyi necə qadağan edir? Atası və qardaşı kafir olduqları üçün onları dost edən zalim olar. Yaxşı, bəs bir mömin həm atasının, həm də öz düşməninin dostu tutarsa necə? O kəs zalim olmazmı? Bəli, and olsun ki, o zalimlərin zalim olar. Sonra Allah ayədə keçən bu 8 səbəbin üzr olmadığını bildirir. Atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramazdan qorxduğunuz ticarətiniz, bəyəndiyiniz evlər. Artıq Uca Allah Subhanahu Taala məxluqatın bu 8 qapıdan girmələrini qadağan edərək bunların heç bir üzr yeri qoymamışdır. Bunun səbəbini belə izah edilir ki, bil ki, müşriklərlə dostluq edən elə bir kəs yoxdur ki, bu 8 üzrlə ya bunlardan birini bu əməlini üzr gətirməsin. Və artıq bunun üzr olmadığı ayələr ilə bəyan olundu. Əgər şübhə əhli bir çox müfəssirlər bu ayələrin cihad haqqında nazil olduğunu söyləmişlər. Deyərək şübhə gətirsələr, buna cavabımız 2 yöndən olacaq. Biz deyirik ki, əgər bu 8 səbəb əsl hökmü, fərz-ı kifayə hökmünü hər kəsə vacib olmayan cihadı tərk etməkdə üzrlü deyilsə, müşriklərin ədavət və düşmənçilik kimi dini əsli olan şeylərdə bu məsələdə necə üzrlü ola bilər? Biz deyirik ki, bu ayələr özlüyündə bizi zikr etdiyimiz məsələyə dəlalət edir. Bunun cihada aid olmasına gəldikdə isə bu danılmaz bir faktdır və bunun cihada aid olmasını bizim söylədiklərimizə əsla müxalif deyildir. Necə ki, Uca Allah Subhanahu Taala buyurur: sizə Allah və onun Rəsuluna və Allah yolunda cihad etməkdən daha mı xoşdur? Cihad olan məhəbbət bu 8 üzrün olmamasına dəlalət etdiyi kimi, Allah və onun Rəsuluna olan məhəbbətin təsiri də bu 8 üzrü tərk edərək müşriklərə olan ədavəti və onlar ilə olan əlaqələri kəsməyə vacibdir. Şübhəsiz ki, bunlar müvəffəq edən yalnız Allahdır. Ağlı səlim insanın təsirlənməsi üçün bu zikr olunanlar yarısı belə kifayət edərdi. Lakin təşəbbüslük səbəbindən Allahın gözünü kör etdiyi adama nə etsən də xeyri olmaz. Necə ki, bunu Uca Allah Subhanahu Taala buyurur: üzərlərinə Rəbbinin sözü, əzabı haqq olan kimsələrə bütün ayələri zikr etsən belə, o əzabı açıq aydan görmədikcə iman etməz. Ey iman gətirənlər! Lakin hicrət etməyənlərə gəldikdə isə onlar hicrəti etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Kafirlər də bir-birini dostlarlar, köməkçilərdirlər. Əgər siz bunları yuxarıda sizə buyurulanları etməsəniz, yer üzərində böyük bir fitnə fəsad olar. İslam zəifləyər, küfr isə artıq qüvvətlənər. Demək ki, fəsadçıların həqiqətən də şirk əhli ilə dostluğu, dünyaya sülh və əmnamanlıq gətirər kimi sözlərinin necə də mənası bir söz olduğunu bilmiş olduq. Allah kafirlər haqqında buyurur: onlar özləri küfür etdikləri kimi siz də küfür edib onlarla eyni olmağınızı istəyirlər. Onlar iman edənlərə Allah yolunda hicrət etməyincə onlardan özünüzə dost tutmayın. Əgər üz çevirsələr, onları harda görsəniz tutub öldürün. Onlardan nə bir dost, nə də köməkçi tutun. İsa surəsi 89-da. Və Rəbbimiz bizə xəbər verir ki, kafirlər bizim də,
özləri kimi kafir olmalarını istəyirlər. Sonra da o müşriklər İslam'a girib Allah yolunda izzət etməyinə qədər iman əhlinin həmin müşriklərlə dostluq etmələrini qadağan edir. Ey iman gətirənlər, nə mənim düşmənimi, nə də özünüzün düşmənini dostu vəli tutmayın. Onlar kafirlər sizə gələn haqqı inkar etdikləri halda siz onlarla dostluq edirsiniz, mehribanlıq göstərirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar peyğəmbərləri və siz Məkkədən çıxardırdılar. Əgər siz mənim yolumda və mənim rızamı qazanmaq uğrunda cihada çıxmısınızsa, mənim düşmənlərimi dost tutmayın. Siz onlarla gizlində dostluq edirsiniz. Dostluq üzündə də onlara sir verirsiniz. Mən sizin gizli saxladığınızı və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, kafirlərlə dostluq edərsə, o şübhəsiz ki, haqqı yoluna azmışdır. Əgər onlar müşriklər sizi ələ keçirsələr, sizə qələbə çalsalar, sizə düşmən olar və sizə pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyirlər. Nə xatirələr üçün Allah və Peyğəmbərinə xəyanət etdiyiniz Məkkədə qalan qohum əqrabanız, nə də oğul uşağınız sizə bir fayda verməyəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir. And olsun ki, İbrahim onunla birlikdə olanlarda sizin üçün gözəl bir nöqtə vardı. O zaman ki, onlar öz qövmünə belə demişdi. Heç şübhəsiz ki, biz sizdən və sizin Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Biz sizi inkar etdik, kafir hesab etdik və edirik. Siz bir olan Allaha iman, öz ibadətlərinizlə təkləşdirməyindikcə, iman gətirməyincə bizim sizə aranızda həmişə ədavət, nifrət olacaqdır. Ancaq İbrahim öz atasına, mən öz Rəbbimdən mütləq səni bağışlamağını diləyəcəm. Mən heç vəcəhəl səni Allahın əzabından qurtara bilmərəm. Mənim bacardığım yalnız budur, deməsi istisnadır. Bunda sizin üçün örnək yoxdur. Onlar həmsini belə demişlər. Ey Rəbbim, biz ancaq sənə təvəkkül etdik, sənə tövbə etdik, ancaq sənə tərəf qayıtdıq. Axır dönüş sənədir. Sənə hüzurundadır. Ey Rəbbimiz, biz kafirlər üçün sınaq vasitəsi etmə. Biz kafirləri əli ilə sınağa çəkmə. Onları bizim üstümüzdə hakim etmə. Bizi bağışla, ey Rəbbimiz. Həqiqətən sən yenilməz qüvvət sahibi, hikmət sahibisən. Ey möminlər, and olsun ki, onlara da, möminlərə də Allah və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəklərdir. Kim kafirlərlə dostluq edib Allahın buyruqlarından üz döndərərsə, bunun zərəri ancaq onun özünə olar. Allah heç nəyə möhtac deyildir. O tərifə və şükrə layiqdir. Ey möminlər, ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr arasında onları İslam dininə gətirməklə dostluq, məhəbbəti yaratsın. Allah hər şey qadirdir. Allah bağışlayandır, rəhm edəndir. Həqiqətən də sənin Rəbbinə qarşı aparılan düşmənçilik səni o düşmənlərə qarşı düşmənçilik etməyə səsləməli və yönəltməlidir. Məsəl çəkilənlərin ən doğrusu heç şübhəsiz Allahındır. Lakin bu deyilənlərə aid bir misal da verək. Təsəvvür et ki, sənin insanlardan olan bir ağan var və ağan da səni hər bir dünyəvi çətinliklərdən qoruyur və sənin sıxıntılarını aradan qaldırır. Lakin o ağanın bəzi düşmənləri vardır və sən də onlarla dostluq edirsən. Sənə yaraşarmı ki, ağanın düşmənləri ilə dost tutasan? Hətta o sənin bu dostluğuna qadağan qoymasa belə. Onun düşmənlərlə dostluq etməyin ağanın sənə etdiyi bu yaxşılıqlardan sonra necə təsəvvür etmək olar ki? Bəs əgər bu dostluq səni çox şiddətli şəkildə qadağan etsə necə? Bəs əgər bu dostluğun müqabilində səni əzab edəcəyi barədə xəbər etsə necə? Bəs əgər bu dostluğa görə səni qəzəblənsə necə?
Bəs əgər bu dostluğu tərk etməli olduğunu bilsə necə? Bəs əgər bu dostluğu etməyi və onları sevməyi qadağan etsə necə? Bəs əgər dostluq etdiyin şəxsin ağanın düşmən olduğu kimi sənin də düşmən olsa necə? Bütün bu dəhşətlərdən sonra onları sevərək onlarla dostluq edən zalim və cahil deyilmi? Sonra uca Allah onlara qarşı məhəbbət göstərirsiniz deyərək bu əməl sahiblərini qınayır. Bütün bunlar şübhə əhlinin batıl sözlərinin puça çıxmasına kifayətdir. Nə zaman ki onların şirki və küfür əhli ilə dostluq etmələri rədd olunar, inkar olunar, biz belə şeyləri etməmişik deyirlər. Baxmayaraq ki, bununla yanaşı onlar batil əhli öz malları və dilləri ilə hər cür yardım edirlər. Onlarla məktublaşaraq müsəlmanlığın sirlərini onlara açırlar. Məyər Allah bu ayələri bu cür yazılar haqqında nazil etmədimi? Məyər Allah sizləri onlarla dostluq etdiyiniz üçün qınamadımı? Bütün bunlar çox zahiri məsələdir. Sonra Allah Azze və Cəllə buyurur: onlar kafirlər sizə gələn haqqı inkar etdikləri halda siz onlarla dostluq edirsiniz, mehribanlıq göstərirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi Məkkədən çıxardırlar. Mümtəhən. And olsun ki, İbrahim və onunla birlikdə olanlarda möminlərlə sizin üçün gözəl bir örnəklər vardır. Yəni onda və ondan sonra gələn rəsullarda sizin üçün tutanacağınız örnəklər vardır. O zaman ki, onlar öz qövmünə belə demişlər: heç şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət ediklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizi kafir hesab edirik. Siz bir olan Allaha iman gətirməyincə onu ibadətlərinizdə təkləşdirmədikcə bizimlə siz aranızda həmişə ədavət və nifrət olacaqdır. Mümtəhən surəsinin 4-cü ayə. Allah İbrahim və onunla olanların bizlər üçün örnək olduğunu bildirdikdən sonra digər ayədə buyurur: biz sənə hənif ola İbrahim millətinə tabi ol, çünki o müşriklərdən deyildi, deyərək vəhy etdi. Uca Allah İbrahim onunla birlikdə olanların öz qövmlərinin dedikləri sözləri, onlara qarşı gözlətdikləri əməlləri dəlil olaraq almağı və məhz o şəkildə yaşamağı bizlərə əmr etmişdir. Və Allah onu açıq aydın söyləməkdədir. Heç şübhəsiz ki, bizim sizdən və sizin Allahdan başqa ibadət etdiklərinizdən uzaq və əgər müsəlmanlar bu inkar və ədavət öz ətrafında yaşayanlara qarşı ishar etməyə məcburdurlarsa, bu işin ədavət və düşmənçiliyini müsəlmanlardan uzaqda yaşayan müsəlmanların bütün məsələlərdə müxalif olan kafir və müşriklərə qarşı izhar edilməsinin vacibliyi daha da aydın bir məsələdir. Və burada daha çox fikir verməmiz lazım olan məsələlərdən biri də məhz ayənin bu yeridir. Sizdən və sizin Allahdan başqa ibadət etdiklərinizdən uzaq. Diqqət etsəniz, bu ayədə uca Allah müşriklərdən uzaq olmağı, onların bütlərindən uzaqlaşmaqdan öncə çəkmişdir. Çünki müşriklərdən uzaqlaşmaq onların bütlərindən uzaq olmaqdan daha mühüm məsələdir. Əgər insan yalnız bütlərdən uzaqlaşarsa, onun əhlindən uzaq olmadığı üçün bu vacib əməli etmiş sayılmaz. Yox, əksinə şirkin əhlindən uzaq olarsa, bu onların bütlərindən də uzaq olmağa tələb edər. Necə ki, uca Allah bu ayədə bildirmişdir: sizdən və sizin Allahdan başqa dua etdiklərinizdən tərk edərək, mən öz Rəbbimə dua edərək onu çağırıram. Umuram ki, bu cür etsəm sizin kimi istədiklərinizdən məhrum qalmış bədbəxtlərdən olmaram. Həqiqətən müşrikləri özünə dost tutan insan həqiqətən tövhidini anlamamış bir cahildir. Kim desə ki, mən müşriklərlə oturmuram, durmuram, nədir, nə deyil, o insan özünü aldatır. Allah s.ə.ya mazirət gətirə bilməz. Allah Azze və Cəllə qoyduğu əlvarası və əlvarası vardır. Allah üçün sevgi, Allah üçün nifrət vardır. Bəra sevgi isə bəradır ki, bəraət etməkdir.
bəraət həm etiqadla, qəlbən bəraət etməkdir, həm cismən. Allah Subhanahu taala dediyi kimi ayədə ki, sən möminləri, müvahhidləri müşriklərlə dostluq etdiyini görməzsən. Yəni Allah Subhanahu taala bu ayədə yəni bildirir ki, müsəlman onlarla dostluq etməz. O edən müşrikdir. Kim isə onlarla bir yerdədirsə, onların küfrünə razıdır. Çünki Abu Hanifə rahimehullahın fikrində belə bir şey var ki, məsəl üçün bir şəxs gəlir bir şəxsə deyər ki, mənə dinini anlat. Həmin şəxs də ona bildirər ki, əlimdə dünyəvi işim var, onu bitirim, sonra sənə anlatacağım dini. Həmin anda o müraciət edən insan var idi ya, dini anlat. O öldüyü zaman dini anlatmayan şəxs kafir olur. O şəxs də kafir olur, dini anlatmayan da şəxs kafir olur. Dini anlatmayan şəxsi kafir olması gəldikdə səbəb onun küfründən razı olmasıdır. Buradan nəticə çıxarılır ki, sən o qarşındakı insana müşriklə oturub durursan, onunla ünsiyyətdəsənsə, ona İslamı anlatıb, ona buğz etmirsənsə, o sənin yanında ölərsə, Abu Hanifə rahimehullahın fikrinə görə sən kafir olursan. Çünki sən onun küfründən rıza göstərirsən. Allah Subhanahu Quran-Kərimdə ayədə deyir ki, siz yer üzünə göndərmiş ən xeyirli ümməsiniz, yaxşılığa əmr edib pisliklərdən çəkindirərsiniz. Müsəlman görsə ki, həqiqətən heç kimi Allahda bilməz. Müsəlman həyatımızda müşahidə etdiyimiz kimi müşriklər boş insanlardır. Boş sözü danışanlar, boş əyləncə. Allah Subhanahu nə dedi? Siz yaxşılığa əmr edib pislikdən çəkindirməlisiniz. Müsəlman da ki, Allah Subhanahu Quran-Kərimdə 5 dənə ayədə deyir ki, həqiqi möminlər cənnətdə boş söz eşitməzlər. Boş söz şeytanın səsidir. Müsəlman gördükdə ki, müşrik boş söz danışır, Resulullah sallallahu aleyhi ve sellem dediyi kimi münkəri dəyişdirməlidir. Bacarırsa əli ilə, bacarmasa dili ilə, dinlə bacarırsa qəlbi ilə tərk etməlidir. Bu imanın ən zəif babıdır. Müsəlman müşrikdir belə müamilə göstərdikdə, müşrik istəyər ki, həmin müsəlmanın kafir olması, onun şirk dininə qayıtması. Çünki müşrik sıxılar müsəlman bu halından. İstəməz bu halda qalsın. O üçün həqiqətən müsəlman diqqət etməlidir. Müsəlman Allah Subhanahu tövbə etməlidir. Nə sahabə, nə tabi, nə ətba tabi, nə sələfdən, nə nəzid alimlərindən, nə mütəaxir alimlərdən mən görməmişəm ki, müşriklə dost tutan və müşriklərlə bir edən. İmam Şafi rahimehullah deyir ki, mən müşrikə heç borca pul verməm. Soruşlar ki, nəyə görə deyir? Allaha olan borcunu qaytarmayıbsa, mənə nə cür borc pulu qaytaracaq? Sələf, məsələn, Abu Hanifə rahimehullah deyir ki, mən Məkkədə gəzən zaman deyir, Yahudilər qarşımdan keçəndə deyir kişiləri, üzümü qapatırdım. Soruşanda şeyx, nəyə görə deyirsən bunu? Deyir ki, çünki onlar Rəbbimi oğul nisbət edirlər. Düşün ki, indi qarşımızdakı biz müsəlmanlar müşriklərlə sabahdan axşama kimi deyib görür. Küfrünə rıza göstərir. Allah Subhanahu müsəlmanları ıslah eləsin. Yəni, kim Resulullah sallallahu aleyhi ve sellem kim alsa əməl üzrə ölərsə, qiyamət günü özü əməl üzrə dirildəcək. Müsəlman hər halda Allah Subhanahu, bir də Allah üçün müsəlman düşünməlidir ki, bu ayə bəs kifayət edər ki, o bilir ki, Allah onu görür. Və sən Allah Subhanahu halını görür. Sən müşriklə ölsən, Resulullah sallallahu aleyhi ve sellem dedi kimi, öldüyün əməl üzərində diriləcəksən. O üçün müsəlman tövbə etməlidir. Allah azə və cəllə yönəlməlidir, ondan bağışlama eləməlidir. Onu müsəlman yaxşı bilməlidir ki, müşrikin xeylisi, yaxşısı yoxdur. Tövhid əhlinin fasili, çox günah edəni, müşriklərin ən əxlaqlısına Allah qatında dəyərlidir. Çünki bu müvahidir. Umulur ki, cənnətə girəcək, əzab dadacaq cəhənnəmdə. Amma o müşrik var, o qədər əxlaqlı olsun, o qədər tərbiyəli olsun, o qədər yaxşı insan olsun, əbədi cəhənnəmdə tövhid olmadıqca. Əgər o bir yaxşı insan olsaydı, onda xeyr olsaydı Allah azə və hidayət nemətini bəxş edərdi. Sənin üzərində düşəndir ki, dəvət etmək, hidayət Allah azə və cəllə məxsusdur. Sən öz-özü Allah'tma ki, mən dəvət edirəm, iman edir. Dəvətin mərhələsi var, 4 dənə mərhələ etməlisən. Gözəl surətdə mövizə etməlisən, anlatmalısan. Sonra
suallar verib şübhələrini aradan qaldırmalısan. 3-cü mərhələdə səbr etməlisən. 4-cü mərhələdə ki, müamilə etməlisən. Müsəlman üçün müsəlman müamiləsi, müşrik üçün müşrik müamiləsi. Çünki müsəlmanlar diqqət etməlidir bu hala. Yəni müsəlmanlara həqiqətən baxdığımda ən çox azınlığa düşdüyü bu məsələlərdən biridir. Soruşduqda, ay qardaş, sənin bu nə işin var? Deyir ki, mən yaxşı bir insandır. Subhanallah, sən Musa Aleyhisselamdan təqvalı olacaqsan. Musa bir gün adam öldürən zaman həmin çağırdığı insan sabahsı gün qapısına gələndə Musa Aleyhisselam rədd etdi. Sən Musa Aleyhisselamdan daha təqvalısan. Musa Aleyhisselam ən yaxınını rədd etdi. Sən 4 ildə, 3 ildə tanıdığın insanı təqib edə bilmirsən. Sən Allah'a mı dinini öyrətirsən? Müsəlman diqqət etməlidir buna. Müsəlman Allahın dinini təslim edən bir şeydir. Belə insanların üzündən İslam insanların gözündə düşür. İslam yox, yəni bu insanlara anlatdığı İslam. İslamın dəyəri böyükdür. Deyirlər ki, filan şəxs idi, o da mənlə idi ki, mənə heç nə demədi ki bu barədə. Sən birini İslamı anlatdıqda, o deyirlər ki, sən aşırı gedirsən. Nəyə görə aşırı gedirəm? O sənin kimi də namaz qılan vardı, o bizimlə oturub durur ki, heç belə bir şey demir ki. Həmin o özünü tövhidə nisbət edən insan onlara qarşı bərasını göstərmədiyinə görə İslam'a zərər vurur. Müşriklərdən çox zərər vurur. Müsəlman bilməlidir ki, Allahın bu dünyada tövhid əhli nümayəndəsidir. Tək də olsan bu yola tək qalacaqsan. Sonra İbrahim Aleyhisselamdan daha mı Allah üçün dəyərlisən? Allah Osmanlıdan dəyər bir şeydir, o deyər ki, yeni müşriklərin dostu edir. Müşriklərin mübarizə apardı. Ən birinci atası müşrikdir. Onun üçün müsəlman Allahdan qorxmalıdır. Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu göstərər. Həm öz nəfsimə müsəlmanlara Allahdan qorxmağı bildirirəm. İnşallah bu dərsimiz faydalı olar. Müsəlmanlar bu çirkin əməldən çəkinər. Allahın razı olmadı, Allahın qəzəbləndiyi əməldən çəkinər. Müsəlmanlara dəvət etsin, ədalətli olmalıdır. Allah Subhanahu Muhammed sallallahu əleyhi və səlləmə dediyi kimi, ey Muhammed, sən Allahın üzərində dinə zorba deyilsən, hidayət Allah'a məxsusdur. Allah Subhanahu Nuh Aleyhisselamı, Lut Aleyhisselamın evində zövcəsini iman etdirmədisə, yəni o Allahın diləməsində qalmışdı. Allah Subhanahu Firavun sarayında 2 dənə qadını hidayət etdirdisə, yəni o hidayət Allahın nimətinə baxır, şəxsə baxmaz. O üçün Allah Subhanahu hidayət diləyək və Allahdan bağışlama diləyək. Allah insana xeyir nəsib edərsə, ondan heç kimi xeyir ala bilməz. Kimi şər nəsib edərsə, o şəri heç kimi ondan dəf edə bilməz. Nə olursa olsun, Allah Azə və Cəllə razı salmasını yaradılmışıq. Ömər radiyallahu anh bu sözü ilə sözümü bitirəm inşallah. Ömər radiyallahu anh ki, yaradılmışları razı etmək üçün yaranmadıq. Yaradanı razı etmək üçün yaranmadıq. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.